Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna uyğun olmalı, özündən ixtiralar etməməlidir. Bəzi insanlar Qur'anla dəvət edir, sünnə ilə, ayətlərlə. ثُمَّ لَا يَجُمَ يَتَّبِ فِي هَذِي الْآيَةِ فَيَبْدَ يُحْدِثُ لَهُمْ شَيْئًا. Sonra görür ki, ayətlə danışır, hədislə danışır və görəndə ki, ona tabi olanlar yoxdur, onda yeni bir şeylər ortaya çıxartmaya başlayır. Ona görə sələflər belə bir şeydən çəkindirərdilər. Deyəndə ki, nə üçün sən belə etmirsən? Deyir ki, mənə tabi olanlar olmadı. Ona görə deyir, yeni bir şeylər ortaya çıxartdım, ixtiralar etdim ki, yəni dində mənə tabi olsunlar. Qissələr, hekayələr, yəni yuxular. Məsələn, bəzən insanların dəvəti yuxulardan ibarət, yuxu danışır, qissələr danışır. Deməli, bu kimi üslublarla yəni insanları ələ almaq istəyir. Yəni, bu da doğru deyildir. Yəni, belə bir şeydə bərəkət də ola bilməz.